Salam dostlar, necəsiniz, nə var, nə yox? Bugün sizi salamlayıram. Özbəkistan paytaxtı Taşkentdən gəlmişik, Özbəkistandayıq. Sizə onu deyim ki, ilk öncə mən fikirləşirdim, biz bileti almışdıq Özbəkistan hava yolları ilə. Fikirləşirdim ki, belə də orta bir şey olacaq, ön yargılı, yəni bəyənməyəcək. Amma sizə bir söz deyim, yəni Özbəkistan Airways dəfələrlə yaxşıdır. Dəfələrlə yaxşıdır. Azaldan yaxşıdır, yəni onu sizə dəqiq deyə bilərəm. Həm rahatlığı, həm yeməkləri, həm hər şey superdir yəni. Bura gəldiyimdən bəri, yəni yaxşı mənada yalnız təcrübələnmişəm. Dediyim kimi, yarısı başlayıb hava yollarında, indi də buranın özündə. Bir ətrafa baxın, görürsünüz, hər yer yamyaşıldır. Hər yer yamyaşıldır. İnsanlar ümumiyyətlə çox gözəldir. Çox gözəl insanlar var. Baxın, görürsünüz. Bir də bilirsiniz nə var burada? Bu yaşıl ki şey olanda, baxın gör, belə bir şey yaradıblar burada. Hər tərəf yaşıllıqdır, şəhərin hər tərəfi yaşıllıqdır. Yəni bu dəqiqə ən böyük peşmançılığım bugünə kimi niyə bəzi yerlərə 2-3 dəfə gedib bura heç gəlməməyimdir. Bir də insanları çox mükəmməldir, yəni çox qonaqpərvərdirlər. Nə soruşursan soruş, həmən cavab versinlər, həmən yəni ki köməklik göstərsinlər. Yaş otun iyi olur, bilmirəm, eşitmişsiniz yoxsa yox, belə otun yaş bir qoxusu olur, o gəlir, çox səfalıdır, hər yeri çox səfalıdır, çox, yəni mütləq şəkildə tövsiyə edirəm bura gəlməyi. Qiymətlər də yaxşıdır, baxın, baxın. Hazreti İmam Məscid kompleksidir bura. Çox möhtəşəmdir. Deyim, çox qəşəng görsənir. Böyük tamdır. Arxamda gördüyünüz Hazreti İmam Məscid kompleksidir. Ön tərəfi də var, şəkillərini çəkmişəm. Amma bu giriş olan hissədir, hansı ki muzey kimi fəaliyyət göstərir. Çox möhtəşəm görünüşü var, onu deyə bilərəm sizə. Çox möhtəşəm bir görünüşü var. Arxasında da belə bir şey var da, belə bir ki o. Bayraqlar var, insanlar çoxdur. Sanki dini yeri biraz daha müasirləşdirib insanların daha çox cəlb ediblər. Bu yaxşıdır əslində. İslam ölkəsidir, amma
Hər yerə, hər millətə daha doğrusu yaşıl işıqdır. Belə bir hava var burada. Çox amma yaxşıdır ki, bura gəldik. Huzurlu bir ortamı var. Tövsiyə edirəm gəlmək. Amma Səmərqənddəkilər daha möhtəşəmdir deyirlər. Gəlin sizə belə bir şey göstərim burada. Aleysa, yaxşımısan? Danışaq və qiymətlərinizə baxımında danışaq işlərimiz sizinlə görə. Suga tushdi, bo'ldi. Qo'ling pastga urma. Menga tushdi mana. Строго запрещается. Разные вещи не бросайте. Jirafalarni boqish Burada Seulmu, məşhur Seulmu nəhayət gəlib çıxa bildi. Hala burada bir günümüz daha var ama Daşkən səfərinin son videosunu çəkmək istəyirəm. Bundan sonra çəkəcəklərimi bunun əvvəlinə qoyacağım. Bu axırıncı video olacaq. Çünki nə bilim, bura daha çox xoşuma gəldi. Suları da qəşəngdir, fontanları da qəşəngdir. Buranın adı Seulmundu, bilmirəm nədir.